Salam kanalımın değerli izləyiciləri, gününüz xeyirli, uğurlu olsun inşallah. Kanalıma və yeni vloguma xoş gəldiniz. Hər birinizə xoş izləmələr. 4 həftə almışdım. Belə soyuram. Mürəbbə bişirəcəm. Amma sizin üçün proses çəkməyəcəm. Mürəbbənin son halını göstərərəm, necə alınıb. Qızlar doğradım, hazırladım. Pesoxunu da tökdüm, şirəsi çıxsın. Sonra qoyacağım qaynamağa. Nəhayət ki, mən pərdələri sökürəm. Əslində heç yumaq fikrim yox idi. Gah deyirdim yuyaram, gah deyirdim qalsın sonra yuyaram, payızda yuyaram. Nəsə həvəs gəldi, bu dəfə nəhayət ki, sökə bildim. Sökmək o qədər asandır ki, taxmaq mənə çox çətin gəlir. Həm ayağımın altına stolda qoyuram, yenə boynum ağrıyır, çox uzun qalır məsafə. Gərək 2 stolu üst-üstə qoyam ki, rahat olsun. Belə, indi mən bunları aparım, qoyum maşına tez yuyulsun ki, qurusun, tez taxım. Əslində çox tez quruyur. Pərdənin bu tülü vəbşi tez quruyur. Sintetik materiallar ona görə tez quruyur. Heç çölə sərmək lazım deyil. Sadəcə bizim evimiz nəmişlik olduğuna görə ona görə çalışıram ki, nəm qalmasın. Qızlar, şaftalı mürəbbəsi artıq hazırdır. Çox qəşəng rəngi var, qızıl rəngdədir. Deyəsən biraz qatı eləmişəm. Suyu biraz qatıdır. Sizcə də elədir. Məncə biraz qatı eləmişəm. Əlavə su tökməmişəm də, öz suyudur, yəni meyvənin öz suyudur. Elmira Qədirovanın reseptindən hazırlamışam. İnşallah sona qədər yaxşı olar. Hava biraz durğundur. Pərdələrim qurusun, sonra yağar yağış. Pərdənin altının ağı yuyuldu. İndi pərdələrin özünü qoyuram. İkisini qoydum. Mən bunları istifadə edirəm ağlar üçün. İndi də pərdələr üçün. Bunun qoxusunu o qədər çox sevirəm ki, ona görə iminli onu istifadə edəcəm. Çox qəşəng zərif qoxusu var suyun. Baxın, içində balaca bir qaşıq qoymuşam. Bir balaban dolusu paltara. Bu qaşıqla bir qaşıq. Əgər ehtiyac olarsa, çox kirlidirsə 2 qaşıq tökürəm. Bu arada dırnaqlarımı nə deyirlər ona? Oturacaq da stoldur nədir? Onu boyamışam. Ona görə boya olub da dırnaqlarımın altı belə. Az qalıb bunun dibində də gərək yenə sifariş eləyəm. Baxın, qapağı doldurmuram. Burada qapağın özünün yeri var. Baxın, bura qədər. Bir baraban dolusu paltara o qədər kifayət edir. Belə 1 saatın 60 dərəcəsinə qoyuram. Çox qəşəng, tərtəmiz yuyur. Bunlar mənim paltarlar üçün istifadə etdiyim məhsullardır. Burada kapsullar var paltar yumaq üçün. Ağ və rəngli parçalar üçün istifadə etmək olar. Çox gözəl qoxusu var. Bu isə qara və tünd parçalar üçündür. Rəngi qoruyub saxlayır. Özünün də rəngi baxın belədir. Qapağı şəffafdır deyə görünür. Bu bayaq istifadə etdiyim ətirləndiricidir. Yumuşatıcıdır belə deyim. Bir istifadəlik qalıb. Bitirmişəm. Yenisini sifariş edəcəm. Bu ləkə çıxarıcı tozdur. Persol da deyə bilərsiniz. Bu ləkə çıxarıcı spreydir. Bununla xüsusən ayaqqabıları yuyuram. Çox qəşəng təmizləyir da. Yəni adi rezin çəkələdinin üstündə olan kiri fırça ilə sürtürəm, getmir. Amma bunu vuranda çox möhtəşəm təmizləyir yəni. Bu da ləkə çıxarıcı bir məhsuldur. Bu məhsulun qoxusu nəyi xatırladır? Xəstəxanada təmizlik məhsulları olur, eyni onu xatırladır. Yəni ümumi evi təmizləmək olar. Baxın, burada da görürsünüz, çox qəşəngdir. Bu isə maye ləkə çıxarıcıdır. Harda ləkə varsa, sırf ləkənin üstünə tökürsünüz, çox gözəl ləkə çıxardır.
Həm də ağ paltarlarınızı bununla yuya bilərsiniz. Yəni bəmbəyaz edəcək yəni. Marketlərdən bilmədiyim, mənşəyi məlum olmayan, adı məşhur amma içərisi dəyişilmiş məhsulları istifadə etməkdənsə, mənşəyini bildiyim, harda istehsal olunduğunu bildiyim, güvəndiyim və özümün sifariş etdiyim məhsulları istifadə edirəm. Çox razıyam. Yəni bütün məhsullarım demək olar ki, Faberlicdəndir. İstifadə etdikcə də görürsüz yəni. Həm pərdələri yumağa qoydum, getdim. Ona görə yemək bişirə bilməmişdim. Gəldim tezcə yumurta bişirdim. Uşaqlarla yeyək. Yoldaşım yoxdur evdə. Mən bu gözəllikləri gətirməyə getmişdim. İndi bunu qəşəng yuyum, təmizləyim, şirəyə qoyum. İnşallah sonunda yaxşı olar. Burada da bir görün nə var. Başqa vaxt belə şeylərdən diksinirəm. Ay. Düşmür. Düşmək istəmir ki. Qoyum bunu bir kənara. Gedim sonra pərdələrin ağını da sərim qurusun. Ərincəkliyin dərəcəsinə baxayım. Çantamda qoymuşam mətbəxdə. ...27 yaşım olsa da sanki uşağam. Bunu özüm toxumuşam. Bunun bir aksesuarlarına baxın. Bunun bir muncuğuna baxın. Böyüməmişəm hələ də. Bu arada biraz alışveriş eləmişəm. İstəyirəm onları sizə göstərim. Uşaqların yatağını da göstərim. Demək, burada nə var? Burada ancaq corablardır. Özüm üçün bunları götürmüşəm. Belə. Bunu ilk dəfə idi görürdüm. Belə bir corab xoşuma gəldi. Ağ paltarla qəşəng. Evdə də geyinə bilərəm. Kitin içərisində də geyinmək olar. Bunu da sevdim. Bir də belə. Qara donla geyinəndə qəşəng qalır. Uzun qara donla. Bəzən corabsız durmaq istəmirəm. Belə. Bunu yoldaşım üçün aldım. Qızlar, bu arada bunların pulunu verməmişəm. Necə deyim? Daimi gəlib satan biridir. Belə əlimə pul düşdükcə hər dəfə biraz verirəm. Sağ olsun, güvənir, verir məhsullarını. Mən də çalışıram onun güvənini boşa çıxartmayam. Belə corablardan sonra uşaqlar üçün paltar almışam. Qızlar, bildiyiniz kimi mənim əkizlərim var. Əkizlərim hal-hazırda 6 yaşındadılar və onlar eyni geyməyi sevirlər. Yəqin ki, uşaqlıqdan özüm eyni geyindirmişəm ona görə. Çalışıram ki, onlara hər zaman eyni paltar tapım. Çünki fərqli olanda bir-birininkini istəyirlər. Yenə də həmin paltarların eynisini almaq məcburiyyətində qalıram ki, könülləri xoş olsun. Belə görünür. Mən sevdim. Tam qara rəngdədir. Ola bilər ki, qaranlıq otaqda çəkirəm. Telefonun işığı ilə. Ola bilər ki, yaxşı görməsin, amma çox qəşəngdir. Şəkillərini də çəkmişəm, geyindirib. Onu da bura qoyaram. Bir də belə bir paltar götürdüm uşaqlar üçün. Qəşəngdir. Əsas məsələ odur ki, ikisi də eynidir. Biraz böyük durur, əyinlərində boş durur da, oversize durur. Məncə problem yoxdur, qəşəngdir. Belə. Yenə şalvarları da var. Şalvarın çox yeri qaradır. Bir dənə belə kənarlarında göy var. Belə. Sağlıqla geyinsin balalarım. Hamımız. İnşallah. Belə. Gedim yeməyimizi yeyək uşaqlarla. Sonra bir də pərdələrin qalanını da söküm. Gəlin gedək yeməyimizi yeyək. Yaxşı, bu dəfə televizora baxa-baxa yeyək. Tut ağacımızı tapa bilmirəm. Tut ağacı gördünüz. Tufqanın içindəkini götürdüm.
Türkiye'de olan. Olar. Çörəyimizi də götürün gedək evə. 2 çiçek var. Orada değil. Safetkanı da götür gel. Kanka bu sendi bu kız. Yani harika nehir. Hep birlikte Kemal'ın etkileyici sunumu için alkışlayalım istiyorum. Aynen öyle diyor. Evet ama size bir tuhaf. Siz çocuklar günün tadını çıkarın. Oraya tırmandığımı düşün. Moruğu da pişirdim. İndi söndürdüm altını. Görürsünüz burada qaynama var. Üstün köpüğünü də yığım. Hazırdır artıq. Kızlar bugünə o qədər çox iş salmışam ki, özüm də bilmirəm hardan başlayım. Amma yenə bir uzdan bitirirəm, şükürlər olsun. Aspiratorun setkalarıdır. Köhnədir deyə çox tez-tez yuya bilmirəm də. Belə 4-5 aydan bir çıxardıram ki, qırılıb düşməsin aşağı. Çünki ucları qırılıb burası. Baxın, çöplə saxlayıram. Həm də burası yəni köhnəlib, ona görə müvəqqəti ehtiyatla işlədirəm, belə deyim. İndi bu köməkçimlə bunu yuyum, tərtəmiz edeyim. Artıq aspiratorun setkalarını yumuşam, quruyub və taxdım yerinə. Qızlar, mürəbbələri yığdım. Biraz hələ istidir. Bunlar dünəndən yığmışam. Bugün bağladım ağzında. Şaftal mürəbbəsi. Bu qədər də qaldı mürəbbədən. Onlardan sonra da belə bir podnos şirniyyat elədim. Fərqli bir şirniyyatdır. İnşallah yaxşı alınsa reseptini sizinlə də bölüşəcəm gələn vloglarda. Gördüyünüz kimi bunların içi doludur. Kənardakıların, ortadakılar isə sadədir. Tufqanı bayaqdan qoşmuşam, isinib. Bu pişsin, ona qədər də yuyulan paltarları gedim sərim. Yoldaşım da samavar qalayacaq. İşlərimi bitirim. Oturum bir stəkan çay içim. Sonra yenə sabahki işlərimi axşamdan başlayacağım. Çünki paltar falan var, qatlanası, yerinə yığılası. Bugün bildiyiniz o qədər çox iş salmışam ki, heç olmasa işimin hamısını bir gün görürüm, bir gündə rahat oturum. Sən hardan girdin? Çivin girib içəri. Bir gündə rahat oturum, dincəlim. İnanmıram dincələcəyimə, amma ən azından işlərimi tez bitiririm. Biraz sabaha işlərim az olar.
Belə qızlar, gəldik çıxdıq vloqumuzun sonuna. Sona qədər izləyən hər kəsə təşəkkür edirəm və sonda sizdən bir xahişim var ki, əgər hələ də abunə olmayıbsınızsa, kanala abunə olmağı, videonu like etməyi, şərhlərdə video haqqında fikir bildirməyi unutmayın. Hələlik!